Salam, əziz və detallara diqqət edən, nizam-intizamı ilə hər kəsi heyran edən qız bürcləri. 13 və 19 iyul tarixlərini əhatə edən həftəlik ulduz falı proqnozunuza xoş gəlmisiniz. İndi isə hər şeyi bir kənara qoyun, dərindən nəfəs alın və Merkuri tərəfindən idarə olunan o analitik və zəngin dünyanızda bu həftə ulduzların sizin üçün nələr hazırladığına qulaq asın. Həftənin ilk günü olan 13 iyul bazar ertəsinə oyanarkən, sizin üçün hər şeyin qaydasında olması, masanızın səliqəli və işlərinizin planlı olması həmişəki kimi ön planda olacaq. Bazar ertəsi sizin mükəmməlliyətçi ruhunuz üçün sanki bir təmizlik və nizam günüdür. Həftəyə bir siyahı ilə başlamaq, görüləcək işləri qruplaşdırmaq və hər bir detalı incəliyinə qədər düşünmək sizi rahatladacaq. İş yerində bəlkə də başqalarının diqqətindən qaçan o xırda, lakin əhəmiyyətli detalları siz tapacaq və həll edəcəksiniz. Bu, sizin üçün çox təbii bir proses olsa da, ətrafınızdakıların sizə olan heyranlığını biraz da artıracaq. Lakin diqqətli olun, hər şeyi mükəmməl etmək istəyərkən özünüzü həddindən artıq yükləməyin. Bazar ertəsi günü özünüzə qarşı biraz daha yumşaq olmağı öyrənin. Axşam saatlarında isə evdə sakitcə oturub günün hadisələrini analiz etmək, kitab oxumaq və ya sağlam bir yemək hazırlayıb dincəlmək sizin ruhunuza çox yaxşı gələcək. Unutmayın, hər şeyin mükəmməl olmasına ehtiyac yoxdur, bəzən sadəcə həll edilmiş olması kifayətdir. 14 iyul çərşənbə axşamı zehni fəaliyyətinizin və ünsiyyət bacarığınızın zirvədə olduğu bir gündür. Qız bürcləri olaraq sizlər üçün analiz etmək, məntiqi nəticələr çıxarmaq həyatın bir parçasıdır. Bugün iş mühitində və ya təhsil aldığınız yerdə bir problemi həll etmək üçün məntiqinizi və iti zəkanızı istifadə edəcəksiniz. Sizin təhlil qabiliyyətiniz bugün bir çox insanın işinə yarayacaq. Çərşənbə axşamı günü həm də öz sağlamlığınızla bağlı kiçik detallara diqqət yetirmək üçün əla gündür. Bəlkə uzun müddətdir təxirə saldığınız bir check-up, bəlkə də rasionunuzda etmək istədiyiniz kiçik dəyişikliklər üçün bugün ideal zamandır. Eşq həyatınızda isə biraz daha duyğusal və açıq olmağa çalışın. Sizin o tənqidi və hər şeydə qüsur axtaran təbiətiniz partnyorunuzu və ya sevdiyiniz insanı yora bilər. Bugün onları olduğunuz kimi qəbul etməyə, səhvlərini görməzdən gəlməyə və onlara daha çox sevgi ilə yanaşmağa çalışın. Tənha qızlar isə bugün özlərinə uyğun, eyni dərinlikdə düşünə bilən biri ilə tanış ola bilərlər. Sadəcə biraz daha rahat olun və həyatın axışına etibar edin. 15 iyul çərşənbə günü həftənin enerjisi biraz daha sabitləşərkən, siz də öz yaradıcılığınızı iş həyatınıza və ya şəxsi layihələrinizə tətbiq edəcəksiniz. Çərşənbə günü sizin o məşhur zəhmətkeşliyiniz və detallara olan sevginiz rəhbərlik tərəfindən yüksək qiymətləndiriləcək. Sizin işə olan məsuliyyətiniz, vaxtında çatdırma bacarığınız və hər şeyi mükəmməl etməyiniz bugün diqqətdən qaçmayacaq. Lakin bir şeyi unutmayın, özünüzə çox yüklənməyin. İşinizi sevin, amma həyatınızın yalnız işdən ibarət olmadığını da xatırlayın. Sağlamlıq baxımından bugün mədə və həzm sisteminizə diqqət yetirməlisiniz. Bəlkə daha yüngül, bitki əsaslı qidalar və ya daha çox lifli qidalar sizin gününüzü daha enerjili keçirməyinizə kömək edəcək. Axşam saatlarında isə evdə nizam yaratmaq, bəlkə də köhnə sənədlərinizi və ya əşyalarınızı qaydaya salmaq sizə böyük bir rahatlıq gətirəcək. Sizin üçün nizam həm də daxili hüzur deməkdir və bugün o hüzuru öz əllərinizlə yaradacaqsınız. 16 iyul cümə axşamı başqalarının problemlərini həll etmək, onlara məsləhət vermək və kömək etmək istəyiniz çox yüksək olacaq. Qız bürcləri olaraq sizlər üçün faydalı olmaq, bir işə yaramaq çox önəmlidir. Cümə axşamı günü dostlarınız, ailə üzvləriniz və ya iş yoldaşlarınız sizə müraciət edə bilərlər. Sizin o sakit, məntiqli və analizə əsaslanan məsləhətləriniz onlar üçün əsl qurtuluş yolu olacaq. Lakin diqqətli olun, başqalarının problemlərinə o qədər çox köklənməyin ki, öz ehtiyaclarınızı unudasınız. Həmçinin bugün maliyyə məsələlərində çox ehtiyatlı olmağınızda fayda var, ani qərarlardan, məsləhət almadan atılan böyük maliyyə addımlarından qaçın. Sizin o ehtiyatlı və analitik təbiətiniz bugün ən böyük qoruyucunuz olacaq. Axşam saatlarında isə özünüzə vaxt ayırın. Bəlkə bir kitab oxumaq, bəlkə də sakit bir yerdə gəzintiyə çıxmaq, bəlkə də sadəcə sevdiyiniz bir hobbi ilə məşğul olmaq günün stresini atmağınıza kömək edəcək. 17 iyul cümə günü həftə sonuna doğru addımlayarkən siz də artıq yavaş-yavaş iş yükünüzü azaldacaqsınız.
Cümə günü sizin üçün yarımçıq qalmış işləri tamamlamaq və gələn həftəyə hazırlıq görmək günüdür. Siz qızlar işləri yarımçıq qoymağı sevmirsiniz, ona görə də cümə günü bütün ortodo siyahlarınızı tamamlamaq üçün çox əzmli olacaqsınız. Lakin bir şeyi unutmayın, iş həftəsinin sonudur və artıq bir az da dincəlmək haqqınızdır. Cümə axşamı gecəsi dostlarınızla və ya ailənizlə bir araya gəlmək, sakit bir mühitdə söhbət etmək sizə çox yaxşı gələcək. Siz böyük, səs-küylü məkanlardan çox, daha səmimi, daha sakit və keyfiyyətli ünsiyyət qura biləcəyiniz yerləri sevirsiniz. Eşq həyatınızda isə bugün çox sakit, dürüst və səmimi bir enerji var. Partnyorunuzla bir yerdə planlar qurmaq, gələcəkdən danışmaq aranızdakı etibarı daha da möhkəmləndirəcək. Həyatın hər anı planlı olmaya bilər, bəzən axışına buraxmaq da gözəldir, bunu unutmayın. 18 iyul şənbə günü sizin üçün tam bir özünə qayıdış və ruhunu yeniləmə günüdür. Şənbə günü səhər oyananda evdə nizam-intizam yaratmaq, bəlkə də bağçanızla maraqlanmaq, evdəki bitkilərinizə qulluq etmək və ya sadəcə evinizi yenidən dizayn etmək sizə böyük zövq verəcək. Siz qızlar evdəki nizamı çox sevirsiniz və bugün o nizamı yaradarkən daxilinizdə də böyük bir sükunət hiss edəcəksiniz. Şənbə günü həm də sağlamlığınızla bağlı kiçik detallara diqqət etmək üçün mükəmməldir. Bəlkə bugün daha sağlam bir menyu hazırlamaq, idman etmək və ya sadəcə vücudunuzu dinləmək üçün vaxt ayırmaq istəyəcəksiniz. Ailə bağlarınızı möhkəmləndirmək, sevdiklərinizlə bir araya gəlib sakit bir süfrə arxasında söhbət etmək şənbə gününün ən gözəl hissəsi olacaq. Eşq həyatınızda isə bugün dərin bir dostluq və qarşılıqlı anlayış günü olacaq. Partnyorunuzla birlikdə kitab oxumaq, bir-birinizin fikirlərinə hörmət edərək söhbət etmək sizə axtardığınız hüzuru verəcək. Nəhayət, 19 iyul bazar gününə çatdıq. Bugün tam bir istirahət, mənəvi yenilənmə və növbəti həftəyə hazırlıq günüdür. Bazar günü ulduzlar sizə dayan, mükəmməl olmağa çalışma, sadəcə yaşar deyir. Siz həmişə hər şeyin ən yaxşısını etməyə çalışırsınız, amma bazar günü bu yükü biraz kənara qoyun. Bugün həm də yeni bir şeylər öyrənmək, bəlkə də çoxdan oxumaq istədiyiniz o maraqlı kitaba başlamaq və ya bir onlayn seminarı izləmək üçün əla gündür. Bazar gününün ikinci yarısında isə yeni həftənin planlarını qurmaq, ancaq bunu stres olmadan sadəcə bir nizam yaratmaq məqsədilə etmək faydalıdır. Axşam saatlarında isə isti bir duş almaq, sakitləşdirici çay içmək və yuxuya getməzdən əvvəl gününüzü şükranlıq etmək yuxu keyfiyyətinizi artıracaq. Həyatınızdakı nizamın, dəqiqliyin və dürüstlüyün qədrini bilin. Siz səbrin, zəhmətin və analitik düşüncənin ən gözəl təcəssümüsünüz. Əziz qızlar, bu həftəlik proqnozumuzun sonuna gəldik. Gələn həftə görüşənədək daxilinizdəki o gözəl nizam və tarazlıq heç vaxt pozulmasın, özünüzə çox yaxşı baxın.